Deməli, məsələnin şərtində bizə deyirdi ki, göyərtinin yumurtalığın və toxumun yetişmə zonasına bərabər sayda hüceyrə daxil olubdur və sonda 40 dənə qamet əmələ gəlibdir. Mən bilirəm ki, toxumluğa bir dənə hüceyrə daxil olanda 4 dənə qamet əmələ gəlir. Yumurtalığa bir dənə hüceyrə daxil olanda bir dənə qamet əmələ gəlir. Deməli, 4x toxumluqda, x da yumurtalıqda. Bu 40-a bərabərdir, deyir. Deməli, 5x bərabərdir 40, x da bərabərdir 8. Deməli, həm toxumluq, həm yumurtalığa toxumluq, həm də yumurtalıq zonasına 8 dənə hüceyrə daxil olubdur. Düzdür? 8 dənə hüceyrə daxil olubdur. İndi geriyə qayıdıb hesablayıram. 8-i daxil olanda, 1-i daxil olanda 4 dənə spermatozoid, 8-i daxil olanda 32 dənə spermatozoid burada yaranır. 8 dənə qametdən də 8 dənə qamet burada yaranır 8 hüceyrədən. Toplayanda mənə 40-ı verdi. Demək düz tapmışam. Bərabər sayda həm toxumluğun, həm yumurtalığın yetişmə zonasına 8 dənə hüceyrə daxil olubdur. Göyərtin dediyi üçün, göyərtində toxumluq XX xromosomludur. Yumurtalıq isə XY xromosomludur. Siz bilirsiniz ki, yetişmə zonasında 2 dənə meyoz gedir. Bu birinci meyozda, bax bu hüceyrə birinci meyoz keçirir. 2 dənə hüceyrə əmələ gəlir. Bunun biri X, bunun biri X. Sonra bunlar ikinci meyozun, bax bu ikinci meyozda bölünməyə məruz qalan hüceyrələrdir ki, 4 dənə hüceyrə əmələ gəlir sonda. Düzdürmü? Burada nətərdir vəziyyət? Burada deməli qametə ya X düşür, ya Y düşür. Bu birinci meyoz burada keçirilir. Birinci meyoz burada keçirilir. Birinci bölünmə burada keçirilir. Əmələ gəlir bu. Buradan da X, X, Y, Y. İndi mənim məsələ nə deyir ki? Deyir ki, yetişmə zonasının cəmi neçə hüceyrədə qütblərə X cinsi xromosomu çəkilibdir. Gəlin birinci burada həll eləyək. Burada neçə X cinsi? Bir dənə X cinsi xromosomu burada qütblərə çəkilibdir. Birinci meyoz burada gedibdir. Bir də bax bu 2 hüceyrədə gedibdir ki, bu hüceyrələr yaranıbdır. Deməli 1, 2, 3 hüceyrədə qütblərə X cinsi xromosomlar çəkilibdir. Deməli toxumluq tərəfdə 3 hüceyrədə qütblərə X cinsi xromosomlar çəkilibdir. Amma yumurtalıq tərəfdə burada da qütblərə X cinsi xromosomun çəkilməsi baş verir. Bir bu hüceyrədə deyil. Bir də bu hüceyrədə qütblərə X xromosomlar çəkilib ki, bu hüceyrələr yaranıbdır. Deməli, yumurtalıq tərəfdə də 2 hüceyrədə, toplam neçə hüceyrədə? 5 hüceyrədə qütblərə X cinsi xromosomların çəkilməsi baş veribdir. Deməli, bir dənə hüceyrə daxil olsaydı, 5 hüceyrədə qütblərə çəkiləcəkdi. Və 8 dənəsi daxil olanda, onda 40 hüceyrədə X xromosomlarının qütblərə çəkilməsi baş verir. Bunda, burada da bunda və bunda X cinsi xromosomların qütblərə çəkilməsi baş verir. Yox, əgər şərtdə desəydi, yalnız X cinsi xromosomlar çəkilibdir, onda toxumluq tərəfdə 1, 2, 3 dənə toxumluq tərəfdə. Yumurtalıq tərəfdə bunu götürməyəsən. Çünki burada həm X, həm Y xromosomların qütblərə çəkilməsi baş veribdir. Burada yalnız bunu götürəsən. Burada yalnız X xromosomların qütblərə çəkilməsi baş verib. Yalnız sözü olsaydı 4-ə vuracaqdın. Ümumi dediyi üçün 5-ə vuracaq.